حمتني غمرتني بالبركات تحفظني من همزات الشيطان ومن زلات آيات الله حمتني غمرتني بالبركات تحفظني من همزات الشيطان ومن زلات قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي إن القرآن لنور يتفجر في جنباتي يرفعني عند مليك الخلق لأعلى الدرجات إن القرآن لنور يتفجر في جنباتي يرفعني عند مليك الخلق لأعلى الدرجات. بسم الله الرحمن الرحيم. اللهم صل على Muhammed ve Ali Muhammed ve accil feracahum. Salam əziz Vilayət TV-nin iştirakçıları və izləyiciləri, xoş gördük sizləri bu mübarək Ramazan ayında və Furqan verilişində. Bildiyiniz kimi Ramazan ayı Kur'an'ın baharıdır və Kur'an-ı Kerim Ramazan ayında nazil olub. İnne enzelnahu fi leyletil mübareke. Bu mübarək gecələrdə, yəni Qədr gecələrində Kur'an-ı Kerim nazil olub. Kur'an-ı Kerim bizim həyat konstitusiyamızdır və bu Kur'an bizim saadətimiz üçün ən gözəl səmavi kitabdır. Bu səmavi kitabda ən saadət əgər istəyiriksə, bu səmavi kitabı gözəl öyrənib və ona əməl edən olaq inşallah. Bəli, yenidən dəvət etmişik ustadlardan ki, bizi Kur'an haqqında daha çox məlumatlandırsın. Bugün də o ustadlardan biri Hüccətül-İslam və Müslümin Ustad Musa Hüseynlidir. Salam ustad, xoş gördük sizləri. Aleyküm salam və rəhmətullah. Sərvər müəllim, salamlayıram sizi və dəyərli Vilayət TV izləyicilərini. Mən də sizə təşəkkür edirəm, dəvət eləmisiniz. Vilayət TV-nin kollektivinə təşəkkür edirəm ki, belə bir şəraiti imkanı həm bizim üçün, həm izləyicilər üçün yaradısınız. Bəli usta, keçən verilişlərimizdə yadımda olan bu qədərdir ki, axırıncı verilişimizdə İmam Sadiq əleyhissalamın bizə buyurduğu 9 tövsiyə vardı ki, onlardan bəzilərini bizim tamaşaçıların nəzərinə çatdırdınız və vaxtımız çatmadığı üçün bəziləri qaldı və xahiş edirik ki, elə İmam Sadiq əleyhissalamın hədisinin davamını bəyan edərdiniz və daha geniş açardınız ki, inşallah tamaşaçılarımız da istifadə etsin. İnşallah. Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xeyru nasirin və mu'in. Rabbi şrahli sadri və yəssirli əmri və hlul uqdətən min lisani yəfqahu qavli. Tamaşaçıların yadında olduğu kimi Quran tilavətinin haqqı barədə. Quranın boynumuzda bir haqqı var bizim. O haqqı biz necə əda eləyə bilərik? Necə həqiqi Quran oxuyanlardan sayıla bilərik? Bu barədə danışırdıq. Ümumi mövzumuz buydu. Və bir hədisə işarə elədi. İmam Sadiq əleyhissalam Quranın haqqını, Quran oxumağın haqqını necə riayət etmək lazımdır, bunu bəyan eləyirdi. Keçən verilişdə 3 dənə məsələni bəyan elədi. Birinci, Quranı oxumaqdır. Tərtil surətində oxumaq. İkinci məsələ, Quranın mənasını başa düşməyə çalışmaq. Və üçüncü, əməl eləmək. Mən növbəti xüsusiyyətlərə keçməzdən öncə qabaqki verilişlərdə də tamaşaçılara vədə vermişdim ki, İmam Sadiq əleyhissalamın Quran oxumazdan öncə bir duası var. Və müstəhəbdir ki, yaxşıdır ki, Quran oxumazdan öncə həmin duanı oxuyaq və mənasını da başa düşək. Mövzumuzla əlaqəli olduğu üçün mən qısa olaraq o duanı oxuyub, tərcümə eləyib və sonra da həmin hədisin davamı barədə sözümü davam etdirəcəm inşallah. Bismillahirrahmanirrahim. İmam Sadiq əleyhissalam Quran oxumağa başlamazdan öncə belə dua eləyir. Allahümmə inni əşhədu ənə həzə kitabukəl munzəl min indikə alə rəsulikə Muhammed ibn Abdillah sallallahu aleyhi və aleyh. İlahi, mən şəhadət verirəm ki, sən tərəfindən əziz İslam Peyğəmbərinə nazil olan bu kitab və kəlamukən natiqu alə lisani nəbiyyik
ki, sənin danışan kəlamındır. Quran-ı Kərim Allahın kəlamıdır insanlara həqiqətləri çatdırmaq üçün. Peyğəmbərin dili ilə. Cəaltəhu hadiyən minkə ilə xaliqik. Həmin o Quranı öz tərəfindən məxluqat üçün, insanlar üçün bir hidayətçi qərar vermisən, yol göstərən qərar vermisən. Və həblən muttasilən fīmā beynəkə və beynə ibadik. Və onu özünlə bəndələr arasında birləşib bir ip və kəndir qərar vermisən. Alimlər qeyd edirlər ki, Quran düzdür nazil olub, amma onun bir tərəfi Allahdadır. Yəni vasitət ki, biz Bəli, Allaha bəndələr tərəf bu yüksələk. Quran vasitəsindən o ipin bir tərəfində olan Allaha çata bilərlər. Və həbldə bu ip də digər ayələrdə də və hədislərdə də vurğulanıb ki, bu Quran-ı Kərimdir. Əl-Quranu həblullah. Allahın o kəndiridir, ipidir. Və bizim hamımıza tövsiyə olunur ki, və təsimu bihəblillahi cəmiə. Möhkəm yapışın Allahın o həblindən, Allahın ipindən, kəndirindən möhkəm yapışın. Və yaxud da başqa ayələrdə də görmüşdük. Və mən ya'təsim billahi fəqad hudiyə ilə sıratıl müstəqim. Bəli, bu ipə, bu vasitələrə kim tərəf getsə, Allah onu hidayət eləyər. Allahumma inni nəşərtu əhdəkə və kitabək. İmam Sadiq Əleyhisselam buyurur ki, mən sənin əhdini, sənin kitabını açmışam ki, oxumaq istəyir İmam Sadiq. Görünür, bu ibarədə bizə çatdırmaq istəyir ki, Allahın əhd peymanıdır bəndələrlə bu Quran-ı Kərim. Allahümmə fəcəal nəzəri fihi ibadə. İlahi, mənim baxışımı ona ibadət qərar ver. Eləcə baxmağım ona ibadət olsun. Və qiraəti fihi fikra. Mənim oxumağımı düşüncə qərar ver, təfəkkür qərar ver, bir fikir qərar ver. Və fikri fihi itibarən. Mənim düşüncəmi ibrət alma qərar ver. Ondan ibrət alım. Və cəalni mimmən ittəəzə bi bəyani məvaizəkə fih. Orada bəyan elədiyim moizələrindən ibrət alanlardan, ondan moizə götürənlərdən məni qərar ver. Və çtənəbə məasiyək. Və orada o çəkindirdiyin günahlardan çəkinənlərdən məni qərar ver. İmam Sadiq Əleyhisselam həm özü dua edir, həm dua vasitəsindən bizləri də öyrədir. Həm bunu istəməliyik, həm belə olmalıyıq Quranla münasibətdə. Və ardınca İmam Sadiq Əleyhisselam buyurur ki, məni kar qərar vermə. Bu ki, mən Quran oxuyuram, kar qərar vermə, kör qərar vermə, gözlərimdə pərdə qərar vermə. Bu hissə bizim mövzumuzla uyğundur. Və lə təcəalə qiraəti qiraətən la tədəbbürə fiyhə. Necə ki, qabaqda bunu işarə eləmişdim. İlahi, mənim Quran oxumağımı tədəbbür olmayan Quran oxumalarından qərar vermə. Bəs necə qərar ver? Belə qərar ver ki, mən sənin ayələrin barəsində tədəbbür eləyim, sənin hökmlərin barəsində tədəbbür eləyim və sənin dininin qanunlarını götürüm. Və lə təcəal nəzəri fihi qaflə. Və mənim Qurana baxışımı, Qurana baxmağımı qəflət qərar vermə. Və lə qiraəti həzəra. Və mənim Quran oxumağımı bihudə və batil qərar vermə. Və axırda da innəkə əntər raufur rahim. Həqiqətən sən mehriban və bağışlayansan. Duanın sonuna diqqət elsiz Sərvər müəllim, bəzən hədər olur. Yəni bihudə olur insanın qiraəti, Quran oxuması. Ona görə İmam Sadiq Əleyhisselam dua eləyir ki, mənim Quran oxumağımı nədir? Hədər qərar vermə, bihudə qərar vermə. Bu duanı qeyd elədim ki, inşallah həm Quran oxuyan zaman bu duanı oxuyaq, bizim üçün bir təzəkkür olsun və həm də ki, bu duanın məzmununa çalışaq, əməl eləyək ki, orada işarə olunan məsələlərdən biri də tədəbbürdür.
tədəbbürün maddələri barəsində belə deyim danışırdıq. Bəli. Tədəbbür üçün bu tədəbbür prosesində hansı yollardan keçməliyik? Bir neçə məsələyə işarə elədik. Növbəti məsələ tədəbbürün gərəyi, faydası, laziməsi budur ki, və yarcunə və'də. Allahın o vədinə ümidvar olsun. Bundan sonra da gəlib ki, və yaxşavuna əzabə. Allahın o əzab vədləri ki var, onlardan da qorxsun. Bu bir dənə müminin xüsusiyyətidir, çox saylı hədislərdə vurğulanır. Nə ümidini itirməməlidir, ümidvar olmalıdır. Nə də ki, arxain olmamalıdır. Qorxu ilə ümid arasında olmalıdır mümin. Yəni ikisini də eyni aparmalıdır. Bəli, həm ümidi olmalıdır Allaha, Allahın vədələrinə. Həm də ki, arxain olmamalıdır, qorxusu da olmalıdır, bunları hifz eləməlidir. Birinci məsələ Allahın vədələrinə ümidvar olmaq. Bir çox vədələr var. Quran oxuyan zaman bu vədələrlə rastlaşırıq. İn tansurullahi yansurkum. Vədələrdən biri budur. Əgər Allaha, Allahın dininə kömək eləsəz, Allah da sizə kömək eləyər. Tədəbbürün gərəyi budur ki, bunlara inanaq. Allah buyurur, haqqun aleyna nəsrul müminin. Bizim boynumuzda bir haqdır möminləri kömək eləmək. Bu vədələrə insan inana Quran oxuyan zaman. Başqa bir ayədə Allah Taala buyurur ki, İnnallaha yudafi'u anillezine amanu. Yəni Allah iman gətirənlərdən müdafiə eləyir, iman gətirənləri müdafiə eləyir. Bu bir dənə vədədir. Bu vədiyə görə biz inanaq. Və yaxud da kutubə aleykumur rəhmə. Bəli, Allah özünün rəhməti vacib eləyib. Bəli, bu rəhmət üçün bizi yaradı. Bir ayədə vurğulanır ki, və lizəlikə xalaqakum. Sizi bu rəhmət üçün yaratmışam. Əgər dediyim yolla getsəz, rəhmətimə şamil eləyəcəm. Dünyadan köçəndə haqqımızda deyəcəklər, Allahın rəhmətinə qovuşdu. Bu söz həqiqi olacaq, gözəl bir sözdür. Dünyasını dəyişənlər barədə bizim cəmiyyətdə deyirlər, Allahın rəhmətinə qovuşdu. Gözəl sözdür, Allah həqiqətən hamımıza nəsib eləsin ki, doğrudan Allahın rəhmətinə qovuşaq. Bu da bəli, düz vurğuluyursunuz, bir dənə vədədir. Və yaxud vəlləzinə cahədu fina lənəhdiyənnəhum subulən. Kim çalışsa bizim yolumuzda, istiqamətdə olsa, ixlasda olsa, onu öz yolumuza biz hidayət eləyərik. Bu vədələrə iman olsun. Və yaxud bir ayədə cəmiyyət, biz fərdi məsələlərə toxunuruq, cəmiyyətlə bağlı olan məsələlərə az toxunuruq ümumiyyətcə. Quran-ı Kərim hər iki və dinimiz hər iki sahəni əhatə eləyir. Biz hər bir məsələyə fərdi baxdığımız kimi ictimai də baxmalıyıq. Bu həmin ictimai vədələrdən biri budur ki, bir qövm, bir cəmiyyət özlərini dəyişməyincə, öz aqibətlərini dəyişmək barədə düşünüb addım atmayınca Allah da onların müqəddəratını dəyişməz. Gərək bir cəmiyyət özü dəyişmək istəsin ki, Allahın bu vədəsi onlara şamil olsun. Bir vədə də budur. Başqa bir vədə çətinliklərlə yanaşı asanlığın olmasıdır. İnnə mə'al usri yusra. Və yaxud biz Allah çətinlikdən sonra asanlıq qərar verir. Digər bir ayədə belədir ki, Allah çətinlikdən sonra, bu ayədə yanaşıdır, o ayədə sonra. Bunlar vədələrdir ki, tədəbbürün bir gərəyi də budur ki, bunlara insan inansın, ümidvar olsun bunlara. Səbr edənlər ki, ayəki var Bəqərə surəsində buyurur ki, "Əllezîne izâ asâbethum musibetun qalu inna lillahi və inna ilayhi raciun." Bəli, səbr edənlər barədə də müxtəlif vədələr var. Allah sevir səbr edənləri, Allah səbr edənlərləndir və bir çox vədələr var ki, biz bəzilərini, yəni Quran oxuyan şəxs onun haqqını riayət eləmək istəyirsə, bu vədələrə çatanda onlara ümidvar olsun. Bu vədələri kəşf eləsin, tapsın. Və ondan sonra əzabından qorxsun. Bəzi ayələrdə Allah əzab vədi veribdir. Deyib ki, bu işləri görsən, əzaba düçar olasın. Bunlardan da qorxsun, arxain olmasın. Bir ayədə ümumi olaraq vurğulanır ki, və sərrəfnə fihi minəl vəid ləalləhum yəttəqun. Biz bu Quran-ı Kərimdə həmin bu əzab vədləri
bəyan eləmişik ki, insanlar təqvalı olsunlar bunların vasitəsindən. Məsələn, onlardan biri tərəzidə aldadanlar barəsində. Vaylul lil mutaffifin. Allah Taala məzəmmət eləyir onları ki, onları əzab gözləyir. Bunlardan insan qorxsun. Və yaxud bir ayədə vurğulanır. Bismillahirrahmanirrahim. Yusari'una fil kufr minəllezina qalu amannā bi afwahihim və lem tu'min qulubuhum. Ey peyğəmbər, ey rəsul, o şəxslər ki, küfrə düçar olublar, dillərində iman gətirdik deyirlər, amma qəlblərinlə iman gətirməyiblər. Onlar səni kədərləndirməsin, məyus eləməsin o şəxslər. Ardına qulaq asın, mənim demək istədiyim buradır. Ulaikəllezine lem yuridullah en yutahhira qulubahum. Ləhum fid-dunya xizyun və ləhum fil-axirati azabun azim. Bu Allahın pak eləmək istəmədiyi şəxslərdir. Çünki özləri pak olmaq istəmir, Allah da istəmir. Bunların qəlblərini paklasın. Onlar üçün xarlıq vardı dünyada və axirətdə onları şiddətli, böyük bir əzab gözləyir. Bir məsələ də budur. Yəni Allahın əzabından qorxmaq. Başqa bir məsələ, mən hamısına vaxtımız çatmaz, o önəmləri işarə eləyirəm. Başqa bir məsələdə ilahi dastanlardan Allah ki, Quran-ı Kərimdə hekayələr, dastanlar bəyan eləyib, onlardan ibrət alsın. Quran-ı Kərimə biz baxsaq, bir çox hissələrdə Allah Taala dastanları bəyan eləyib. Yəni adam gərək düşünə ki, bu boş yerə deyil. Bu nə qədər əhəmiyyətə malikdir ki, Allah Quran-ı Kərimin bir hissəsini dastana ixtisas veribdir. Yəni bu dastanlar barədə, hekayələr barədə danışır. Və hekayəni danışanda Allah Taaladır. Yəni bu həqiqidir. Yəni həqiqi dastanlardır. Bu nağıl deyək də. Yəni xiyalı deyil də. Bəli, bunu danışan da Allah Taaladır. Bəzən tarixi məsələlərə əhəmiyyət verilmir, çox önəmlidir. Maşının o güzgüsünlə müqayisə edirlər. Necə ki, o maşının güzgüsünə baxırsan, arxanı görürsən, amma qabağa gedirsən. Bu dastanlar da belədir, tarix belədir. Bunlardan gərək ibrət alasan, həyatında icra eləyəsən. Həmin o dastanlardan birinə mən çox qısa olaraq işarə edeyim. Talut və Calutun dastanıdır ki, təqribən 2 səhifə Quran-ı Kərimdə, Bəqərə surəsində 2-ci cüzün axırlarında bu məsələ barədə bəyan olunub. Həzrəti Musa əleyhissalamdan sonra Bəni İsrail başqa bir zalimin əlində giriftar oldular. Həzrəti Musa Bəni İsrailə nicat verdi, Firon qərq oldu və maraqlısıdır, Fironun qərq olması məsələsində Bəni İsrail o çətinliklərə düçar olurlar. O son mərhələ ki, suya çatırlar, ondan o tərəfə artıq yol yoxdur. O axır anda Allahın nüsrəti yetişir. Yəni o ana kimi insan gərək naümid olmasın Allahın yardımından. Və sonra Firon qərq olur və bir müddətdən sonra başqa bir zalim hakim olur bunların üzərində və evlərini alır, övladlarını əsir götürür. Bunlar artıq bezirlər və zəmanələrinin peyğəmbərlərinə müraciət edirlər ki, biz döyüşmək istəyirik. Bu birinci imtihanı idi bunların ki, bunlar meydana gəldilər. Bu imtihandan üzü ağ çıxdılar. Bizim dinimiz necə ki, zülm eləməməyi tövsiyə eləyir, eləcə də zülmə boyun əyməyi. Və la təzlimunə və la tuzlam. Bəli, həm zülm eləmə, həm zülmə məruz qalmaqdan çəkindirir. Çünki o zülmə sən boyun əyməklə o zalıma şərait yaradırsan. Bir növ sən də zülmdə şəriksən. Ona görə bunlar meydana çıxmaqla birinci imtihandan üzə ağ çıxdılar. Ondan sonra hökmran məsələsinə növbə çatır, onunla imtihan olundular. Həmin vaxtı qeyd ediblər, bir cavan çoban o ərazidən keçirdi. Allah həmin o peyğəmbərə vəhiy edir ki, bu həmin onlara hakim olmağa layiqli bir cavandır. Və onun bir xüsusiyyətlərini sadalayır, cismi və elmi baxımdan onun qüdrəti var. Bəziləri bu imtihandan üzə ağ çıxmadılar. Dedilər ki, necə yəni bu cavan adam bizə hakim olacaq və yaxud onun pulunu elədilər ki, bu
bizdən fəqirdir. Bu məsələdə necə ki İslam ümməti də İslamın o əvvəl çağlarında bu ilahi rəhbərlik məsələsində bu imtahandan üzü ağ çıxmadı, təəssüflər olsun. İkinci məsələ budur. Sonra Sərvər müəllim özünüz də bu ayələri tanışdı sizə. Su içmək məsələsində imtahan olundular. Bəziləri bundan üzü ağ çıxmadı. Və sonuncu məsələ bu döyüş məsələsi idi ki, dedilər, la taqətə lənə. Bəzilərinin dedilər ki, bizim taqətimiz yoxdur. Amma imanlı şəxslər nə dedilər? Kəm min fiyyətin qalilətin qaləbət fiyyətən kəthirətən biiznillah. Bunlar həqiqi iman gətirən şəxslər idi. O, düşmənin çoxluğuna ya özlərinin azlığına baxmırdılar. Deyirdilər ki, nə çox az dəstələr ki, Allahın köməyindən o çox dəstələrə qalib gəliblər. Və bu imtahandan da üzə çıxdılar və dalı da məlumdur. Davud adlı bir gənc, sonradan Allah ona mülk verdi. Fəətahumullahul mulk. Allah o küfrün başçısını öldürdüyü üçün Davud əleyhissalama peyğəmbərlik verdi. Və bunlar bir dənə bu dastanı Allah Taala bəyan eləyəndən sonra deyir ki, tilkə əyətullah nətluhə əleyka bil haqqa. Bu bir haqq Allahın nişanələridir ki, sənə bəyan edirik. Bunlardan ibrət alasınız. Düşmənin o çoxluğu, özünüzün azlığı, ilahi rəhbər və tapşırıq ki, bu sudan içməyin. Bu imtahan, Allah bu aləmi və insanları, aləmdə olan insanları imtahan edir. Bu bir dənə sünnədir. Bu ibrətli məsələdir ki, imtahandan üzü ağ çıxmayanlar belə oldular və imtahandan keçənlərin də aqibətləri bu oldu. Bir məsələ də buydu. Başqa bir məsələ ki, sonuncu qeyd elədiyim məsələdir. Vaxtımız çatan qədər də bu məsələ barədə danışmaq istəyirəm. Allahın əmrlərinə itaat eləmək və Allahın çəkindirdiklərindən, qadağalarından çəkinmək. Əli əleyhissalamdan bir hədis qeyd eləmişəm bu barədə. Həzrət buyurur, İnna Allaha iftərəzə aleykum fəraizə fəla tuzayyuhə. Allah sizin üçün bəzi şeyləri vacib eləyibdir. Onları zay eləməyin. Bu birinci məsələ, bu 4 dənə şey qeyd olunur bu hədisdə. Birinci, bəzi şeyləri Allah sizə vacib eləyibdir. Onları zay eləməyin. Zay etmək bəzən tərk eləməklə olur. Bəzən onu yüngül saymaqla. Məsələn, bir hədisdə vurğulanır ki, namazı əvvəl vaxtında qılmayan onu zay eləyib. Bəzən bu yüngül saymaqla. Ayə də işarə eləyir. Bəli. Və həttə ləkum hududən fələ tə'təduhə. Və bəzi hədlər sizə, sərhədlər qərarlaşdı. O sərhədləri aşmayın, keçməyin. Bir çox Quran ayələrində vurğulanır ki, tilkə hududullah. Bu Allahın hədləridir. Burada da misal çəkə bilərik. Məsələn, irs məsələsində Allah bəzi hədlər qərar veribdir. Quranın bir qismi də budur. Yəni, bu hədlərdir. Müəyyən olmuş bu hədlər. Bunları tanıyıb və bu hədləri aşmamalıyıq. Və yaxud təlaq da kişi qadın ayrılandan sonra bəzi məsələlər vurğulanır. Dalınca deyilir ki, bu Allahın hədləridir. Və bəzi şeylərdən Allah sizi çəkindiribdir. Onlardan uzaqlaşın. Onun hörmətini sındırmayın. Yəni, bunlar haramdılar və bu haramdan uzaqlaşın. Bir dəstə məsələlər də belədir və sonuncu olaraq Allah bəzi şeylərdə sükut eləyibdir və bu onun nisyanından və unutqanlığından deyil. Və həmin o şeylərdə də özünüzü çətinliyə salmayın. Buna misal olaraq bunu qeyd edirlər ki, Bəni İsrailə o, belə deyim, inək kəsilməsi əmr olunanda Allah bir dənə bir inəyi ceylədi. Dedi ki, bir inək kəsin. Xüsusiyyətlərini demədi. Müəyyən səbəblərdən qeyd eləmədi. İnsanlar onu, o Bəni İsraildə olan o qədər sual verdilər, yersiz suallar gəldi bu şeyə çıxdı. Bir məsələdə Əleyhisselam buyurur ki, belədir. Bəzi şeylərdə Allah özü bilərəkdən sükut eləyib, o işlərdə özünüzü çətinliyə salmayın. Bir nəfər məsumlardan birinə sual eləyirdi ki, bu həcc ziyarəti hər il bizə vacibdir.
Peyğəmbər cavab vermədi, ya məsumlardan kim idi cavab vermədi. Bu 3-4 dəfə təkrar elədi. Axırda Məsum əleyhissalam buyurdu ki, nə istəyirsən? Yəni cavab verəm ki, hə səni bu çətinliyə salım hər şeydə. Bəzi şeylərdə adam gərək o yersiz suallardan çəkinsin. Bu 4 hissədən biri də budur ki, bəzi şeylərdə Allah sukut eləyibdir və onlarda özümüzü çətinliyə salmamalıyıq. Deməli, biz tədəbbür barədə danışırdıq. Tədəbbürün o keçən mərhələləri barədə danışırdıq. Axırıncı, sonuncu məsələlər Allahın əmrlərinə riayət eləmək və qadağalarından çəkinmək. Ki, keçən verilişdə də dedik, təqvanın əsas gərəkləri bunlardır. Bir adam təqvalı olmaq istəyirsə, bunları yerinə yetirməlidir. Və sözümü o hədisin sonunla yekunlaşdırıram. İmam Sadiq əleyhissalam buyurur ki, vallah, and içir Allaha, Quranın haqqını, Quran tilavətinin haqqını yerinə yetirmək, onu hifz eləməklə deyil, əzbərləməklə deyil. Əlbəttə, əzbərləmək də məsumlar tərəfindən tövsiyə olunan məsələdir və ən yaxşı haqqı riayət eləməyə yaxın olanlar hafizlərdirlər, Quranı əzbərləyənlərdir, hər gün Quranla ünsiyyətdədirlər. Onlar daha yaxınlaşırlar. Burada məqsəd budur ki, yalnız əzbərləməklə deyil, elə əzbərləyəsən, bu birisi məsələyə diqqət eləməyəsən. Və yaxud onun cüzlərini, hizblərini, ondan sonra neçənci ayə, neçənci surə, bunlarla deyil. Və bəziləri İmam Sadiq əleyhissalam buyurur, onun hərflərini əzbərlədilər, hədlərini zay etdilər. İnnəmə huvə tədəbburu ayati. Həqiqətən Quran haqqını yerinə yetirmək, onun ayələrini tədəbbür eləməkdir. Bir hədisdə, mən yadınızda olsa, birinci verilişdə idi, ya ikinci verilişdə dedim, müxtəlif nəqillər var. O nəqillərin birində tədəbbürdən əlavə deyib, onun hökmlərinə əməl etmək. Yenə də yəni nəticə eynidir. Bir var ya tədəbbür deyək, sadəcə tədəbbür, onun içində əməl var. Bir də var əməli də gətirək. Daha qabarıq eləmək üçün bu tədəbbür prosesində əməl etmək daha qabarıq olmalı üçün onu da gətiriblər. Amma hər bir halda tədəbbür bir dənə prosesdir ki, onun əvvəli Quranı oxumaqla, Quranı başa düşməyə çalışmaqla başlayır və Qurana əməl etməklə, onun vədələrinə ümidvar olmaqla, onun əzablarından çəkindirdiyi əzab vədələrindən qorxmaqla, dastanlarından ibrət almaqla və əmirlərini yerinə yetirməklə, qadağalarından çəkinməklə sona çatan bir prosesdir bu tədəbbür. Yəni bu hamısı bu prosesin içində var və son olaraq bu ayə ilə sözümü yekunlaşdırıram ki, hədisin axırında Quranın nazil olma hədəfini bəyan eləyir bu ayə. Bismillahirrahmanirrahim. Kitabun ənzəlnahu iləykə mübarəkun liyəddəbbəru əyətihi. Biz bu xeyir, bərəkətlə dolu olan Quranı sənə nazil etdik ki, bütün insanlar, hamı bunun ayələrini barəsində tədəbbür eləsinlər, dərin düşünsünlər. O düşüncə ki, onun əməl eləməyə şövq eləsin, vədələrə ümid eləməyə şövq eləsin, əzablardan qorxmağa aparsın, əmirlərinə riayət eləməyə və çəkindirdiklərindən, qadağalardan çəkinməyə vadar eləsin. Belə tədəbbür. Allah inşallah hər birimizi Quranın haqqını riayət eləyənlərdən qərar versin, bizə tövfiq versin, həqiqi Quran oxuyanlardan olaq inşallah. Amin inşallah. Çox təşəkkür edirəm Ustad. Həqiqətən də bu bir neçə verilişdə çox istifadə etdik. Mən ümid edirəm ki, əziz tamaşaçılarımız da çox istifadə etdilər və onlara lazım olan suallara cavab aldılar və inşallah bundan sonra onlar da şövqə gələrlər, iradə eləyərlər. İnşallah Quranı bilməyənlər çalışarlar ki, Quranı öyrənsinlər və Quranı bilənlər də çalışarlar tədəbbür eləsinlər və dua eləsinlər bizləri də, biz də Qurana oxuyub və ona əməl
əməl edənlərdən ola. Amin. Minnətdaram bizim dəvətimizi qəbul Təşəkkür etdiniz. edirəm. Bir Çox sağ olun. neçə verilişdə biz sizə əziyyət elədik və haqqınızı halal eləyin və inşallah bizlər də duanızda yaddan çıxartmayın. Çox Siz sağ də olun. bizə dua eləyin. Var olun, Təşəkkür Allah edirəm. razı olsun. Bəli, əziz izləyicilər, bizə ayrılan vaxt sona çatdı. Bir daha xatırladım ki, bizim verilişimizin qonağı, bugünkü qonağı da Hüccət İslam və Müslümin Ustad Musa Hüseynli idi və verilişimizin mövzusu da Quran tilavəti barəsində idi. Bəli, bizə ayrılan vaxt sona çatdı və bir daha Allah ibadət və itaatlərinizi qəbul eləsin. Ramazan ayında bizləri dualarınızda yaddan çıxartmayın. Sağ olun, salamat qalın. نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي آيات الله حمت